Qəhrəman olunmur, qəhrəman doğulur. Bu torpaq hər kəsi bağrına basır, amma hər ad bu torpaqdan qalxmır. Azərbaycan tarixində zamanın silə bilmədiyi adlar var. Çünki onlar zamanı özləri dəyişdilər. O adlardan biri şəhid general-mayor Polad Həşimov, digəri 1-ci Qarabağ müharibəsi şəhidi Natiq Qasımovdur. Mən şəhid oldum. Bugün Azərbaycanın milli qəhrəmanları şəhid general-mayor Polad Həşimovun və 1-ci Qarabağ müharibəsi şəhidi Natiq Qasımovun doğum günləridir. Vətən sağ olsun. Biri general idi, biri əskər. Biri 2020-ci ildə, biri 1992-ci ildə şəhid oldu. Amma hər ikisi eyni nöqtədə dayandı. Vətən naminə ölüm qorxusunu aşdıqları yerdə. Onlar ölmədi. Sadəcə adlarını tarix kitablarına yox, millətin qüruruna yazdılar. Mən şəhid oldum.